Lizing şirkəti ilə vətəndaş arasında narazılıq yaranıb. Xəzər xəbərin qaynar xəttinə müraciət edən Murad Qədimov iddia edir ki, taksi fəaliyyəti ilə bağlı Xalq 11 Lizing şirkətindən 8 avtomobil alıb. Onun sözlərinə görə 14 iyul 2025-ci il tarixində hər avtomobil üçün 8000 manat ilkin ödəniş edib. 10 gün sonra müqavilələr imzalanaraq təqdim edilib. Murad Qədimovun iddiasına əsasən avqust ayının 5-i tarixinədək şirkətlə əlaqə saxlaya bilməyib. Mənə ayın 5-i yol vərəqələrini verdilər avtomobillərin. 10 gün mən avtomobilləri idarə edə bilmədim. Bu 10 gündən sonra mənə yol vərəqələrini verdikdə mən bunlara dedim ki, bəs ayın 25-dən mənə deyimsiz, 25-i ödəniş günü. Dedilər ki, narahat olma. Ayın 5-dən 5-nə müqavilələr yenilənəcək, 5-dən 5-nə ödəniş olacaq. 25-i günü mənə günorta radiyalarında yığdılar ki, bəs maşınların ödənişlərini eləməlisiniz. Bəs mən dedim ki, bunlara sizin əməkdaşla danışmışıq. Dedilər 5-dən 5-nə ödəniş edəsiniz. Dedi, əməkdaş işdən çıxıbdı, nə bilim, maşinnik idi, nə idi, nə dedi. Murad Qədimov ödənişlərdə gecikmələrin yarandığını bildirir. Buna səbəb isə avtomobillərin icarədə olması, icarə haqlarının isə hər ayın 5-i tarixində aldığını deyir. O, bir neçə ay sonra maddi sıxıntısı yarandığı üçün avtomobillərdən 3 ədədini satmaq qərarı alıb. Axıra bir müştərimin özümlə bərabər apardım bunların ofisinə, danışdıq. Razılıq gəldi ki, avtomobilləri sataq. Bunlar mənə satdıqda avtomobilləri mənə bildirir ki, hər bir avtomobilə 4185 manat cərimə olunub. Mən bunlardan soruşum ki, bu nəyə əsasəndir? Dedi, gecikmələrə görə. Bu avtomobillər 4185 manatda böləndə 5 aya. Bu hər bir avtomobilin 800 neçə manat pul düşür. 762 manat da aylığıdır. Mən bunların aylığını ödəmişəm. Hər birinə də hər bir ayda 800 neçə manat da əlavə mənə cərimə yazıblar. Yenə də mənə hətta davenüsləri 5-6 gündən sonra verdilər. Maşınların 5-6 gündə işləmədi yol vərəqələrini. Müsahibin sözlərinə görə 2-3 ay ərzində yol vərəqələri verilmədiyindən avtomobillər yol patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Murad Qədimovun iddiasına görə onun xəbəri olmadan şirkət tərəfindən avtomobillər duracaqdan çıxarılıb və satışa qoyulub. Mənim onlarda 12555 manat əlavə pul ödəmişəm. O pulu çıxaq, aylığa aslında yerdə qalan nə vəsaitim qalıbsa, onu döyüşüm mən avtomobillərimi qaytarsınlar ki, mən o avtomobillərə Paşda bugün içində hesablayanda 80-90 min Azərbaycan manatı ilə ödəniş eləmişəm. Mən də bunu borc xərcin altına girmişəm, qardaşımın qızıllarını, yoldaşın qızıllarını qoymuşam, evi qoymuşam banca, o dostdan, bu dostdan borc ala-ala bu yerə gəlib çıxmışam. Vətəndaşın iddialarına cavab almaq üçün Xalq 11 Lizing şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, onlara poçt vasitəsilə müraciət edək, əlavə məlumat verilmədi. Murad Qədimov məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edəcəyini bildirir. Elbrus Kərimli, Vüsal Cəfərov, Xəzər xəbər.